Nədən danışmaq istəyirəm sizə? İndicə gəlirəm, bir yerə qonaq getmişdim. Lift mümkünsüzdür. İnanırsınız, liftlərdən danışmaq istəyirəm. Lift. Təzə binalar, yeni tikillər, köhnə tikillər. Hansı binalarda ki lift var, müsibətə dönüb. 21-ci əsrdir, qurban olum sizə. 21-ci əsrdir, cəmaət kosmosa uçur. Biz hələ lift bəlasından qurtarmırıq. Deməli, getmişəm qonaq. Qalxıram yuxarı mərtəbəyə, 14-cü mərtəbəyə. Lift açılmır, belə qalıb. Dartışdırıram, neynirəm, açılmır, qorxmuşam. Ay Allah, neyniyim bunu? Bir müsibətlə darta-darta, vura-vura gəldilər, qonum-qonşu açdılar. Mən qonaq getdim. Ki, belə qonaq olar. Bu nə müsibətdir bu cəmaət çəkir. Bu binaları tikirsiniz, bir ətək pul qazanırsınız. Ömürlük çörəkdir. Hər bina sahibi bir ömür çörək qazanır. Onun altındakı obyektlərdən, onun aylıq yığdığınız pullarından. Nə yaxşı bu komendantlar pul yığırlar ay-bay. Lift niyə düzəlmir? Bu binalarda bu nə lift bəlasıdır? Nə bəladır bu? Bu nə müsibətdir bu cəmaət lift bəlası çəkir? Balam, bu pulu yığırsınız, əcəb edirsiniz, yığırsınız, kommunal xərclər. Bu lift qaydasında olsun da. Bu cəmaət 14-cü mərtəbəyə mən qalxıram. Nəyə görə liftlə əlləşməliyik? Liftlər var ki, qırılır, düşür. Lift var ki, mən bilmirəm, qalxmır yuxarı. Elə zülümlə qalxır ki, qarta-qart, carta-car, curta-cur. Deyirsən, bu dəqiqə qırılacaq. Nəzarətsizlik. Mənim əzizlərim, nəzarətsizlik. Bax, siz liftli binası olanlar, liftdən əziyyət çəkirsiniz. Valla millət əziyyət çəkir. Getmişəm qonaqlığa, qonaqlıq qalıb bir yanda, ad günü qalıb bir yanda, dərdlərim mənə danışırlar ki, inan bu liftdən əziyyət çəkirik. Biz bu liftdən zülüm çəkirik. Bir dəfə qırılıb düşüb, bilmirəm, gah açılır, gah açılmır, gah xarab olur. Bu nə bəladır? Yəni bu hər binadır. İstər İllah da bu yeni, mən getdiyim yeni binaydı, yeni tikilmiş binaydı. Şəhərin də göbəyində idi. Yəni şəhərin də göbəyində. Yəni yeni tikilmiş binada lift niyə bugün də olmalıdır? Niyə belə nəzarətsiz olmalıdır ki? Bu nə öz başınalıqdır, bu nə səhlənkarlıqdır. Bu lift, yəni insan həyatıdır. Uşaq qalxır, böyük qalxır, gecə gəlir, gündüz gəlir. Necə yəni liftə qalırsan, bəlkə balaca uşağı idi, qapılar açılmır. Deməklə deyil, o qədər belə nəzarətsizlik var ki, ancaq ciblərini doldurmağı sevirlər. Bəyən bir binaları gəzib, liftləri yoxlayıb sizi ştraf cərimə eləməlidirlər. Nəyə görə gözləyirsiniz ki, şikayət olsun? Nəyə görə? Şikayət niyə olmalıdır ki, özünüz öz probleminizi həll eləyin və salam, şüd tamam da. Və salam. Mütləq gəlib şikayət eləmədilər, mütləq gəlib cərimə yazmalıdırlar. Eləyin ki, cəmaət bu liftlərdən əziyyət çəkməsin. Keçən dəfə də başıma gəlib, yenə harasa gedirik, qohumumuz gilə. Lift bilirsiniz nə edir? Liftlə qalxırıq, musiqi səsi, orkestr cır, qart, hurt. Bu nə müsibətdir? Bilmirəm, mənim səhifəmə lütfən abunə olun, bəyənin, paylaşın. Tək binalarda deyil, elə ofis binaları var ki, orada da belədir. Ofis mərkəzləri var, belədir. Bəzən baxırsan, köhnə tikili binaların lifti təzələrdən daha yaxşıdır, daha keyfiyyətlidir. Hər yerdə deyil, amma bəzi yerlərdə. Bəzi yerlərdə. Bir dənə rəfiqəmin o köhnə tikili binadır, 9 mərtəbə, onların lifti. Haçan gedirsən, lift xarabdır. 8-ci mərtəbəyə piyada qalxırsa. Hər dəfə gedirəm şikayət edir, bu lifti neyniyək biz? Adam da baxmada, qaynanası var, yaşlı adamdır, qalxır, düşür, qalxa bilmir, əziyyət çəkir. Nə düşünürsünüz? Bu nəyin rahatlığıdır, arxayınlığıdır ki, siz pulu yığırsınız, amma cəmaata lazım olan xidməti göstərmirsiniz. Niyə baxılmır bu? Bu köhnə tikillərdə JEK deyilən yer var idi. Onlar baxırdılar, nəzarət edirdilər. Amma yeni tikillərdə komendantlar var da. Niyə baxmırsınız ki? Bu nəzarətsizlikdir də, bu vəziyyət bugünə gəlir çatın. Nəzarət eləyin də. Sizsiniz də bu binaya sizi ay komendantlar rəhbər qoyublar. Vaxtı-vaxtında yoxlayın, vaxtı-vaxtında əziyyətin çəkin, vaxtı-vaxtında təmirin elətdirin. Cəmaət niyə əziyyət çəkməlidir ki? Niyə qonaqlığa gedib liftdən danışıb əsəbləşməliyik? Niyə keyfimiz, əhvalımız körlanmalıdır? Hansın deyək? Hansın deyək? Olmur axı belə. Olmur.
O dəfə də yenə getmişəm qohumumuz gilə. İndi qohum əqrabat da gedirsən, lift üfunət iyi verir. Deyir, bilmirəm, altda kırısı ölüb, sıçan ölüb, təmizləyən yoxdur. İyi verib iylənir. Bəlkə hamilə qadın qalxır bu lifti. Bəlkə, bilmirəm, xəstə adam qalxır, o iyi, o nə üfunəti idi ki, o niyə olmalıdır ki, birdən 9-cu mərtəbəyə qalxana qədər ölüb dirilirsə. Köhnə bina idi o. Mənim əzizlərim, səhifəyə bəyənin, paylaşın, abunə olun, amma doğrudan da bu böyük problemdir. Kimə deyəsən dərdini bilmirsən. Bax, getmişəm mənə deyirlər ki, bu problemlə bilmirik, neyniyək. Neyniyəsiz? Hara desinlər? Komendata deyirlər, olmur. Şikayət hara eləyəsən? Bu yeni tikili binaların şikayətini hara eləsinlər? Komendata deyirlər də. Bilirsiniz hamısı nədir? Nəzarətsizlik. Binanın sahibi nəzarət eləmir. Komendant nəzarət eləmir. İnsanlar da nəzarət eləmir. Yəni, deməyim odur ki, olmaz belə. Müasir dövrdə yaşayırıq. 21-ci əsrdir, texnologiyalar əsridir. Nə bilim, Çin evdə işləyən robot düzəldir. Evləri silib süpürən, biz hələ lift davasından çıxa bilmirik. MRT aparat icad ediblər ki, rak xəstəliyin aradan qaldırır. Əməliyyatsız filansız. Girirsən içinə, rakı məhv eləyir və sap-sağlam top kimi çıxırsa, biz hələ lift davası eləyirik. Çıxa bilmirik, o balaca dar düşüncəmizdən çıxa bilmirik, inkişaf eləyə bilmirik. Bu binaları tikəndə yeni tikirlər, köhnə bildik. Köhnə tikirlər illərin liftidir. Hərçənd bəzi yerlərdə dəyişib təzələdilər, liftimi, nə bilim, onun qurğularını təzələdilər köhnə binalarda. Əvvəl köhnə binada qaldığıma görə deyirəm. Amma bu təzə binalara nə olub? Təzə tikilən binalardır da, ən böyüyünün nə bilim neçə yaşı o. Bu təzə tikilən binalara müasir liftlər qoyun, bahalı liftlər qoyun. Demirəm, indi o super bahalı binalarda yəqin ki, yaxşıdır. Amma orta qiymətli olan, amma şəhərin içində olan evlər niyə bugün də olmalıdır? Niyə cəmaat, niyə əhali bundan əziyyət çəkməlidir? Nəticədə bir ətək pul verib ev alıb da. Nə üçün alıb? Bu adam 14-cü mərtəbədə ona görə alıb ki, liftdən rahat qalxıb düşsün. Nə biləydi ki, bu rahat qalxıb düşə bilməyəcək. Lift açılmayacaq, lift olmayacaq, piyada qalxıb düşəcək. Hələ bəzi binalar var ki, onların yeni tikili binalarda bu yük liftləri pulla açırlar. Liftin biri işləyir. Deyir, pul ver, lifti açım, yük liftin açım. Təzə çıxıb bu da. Təzə çıxıb, bilmirdim, orada qonaq getdiyim yerdə mənə danışdılar. Qohum əqrabada yığışmışıq orada, qonaqlıq ad gününə gəlmişik evə. Orada dedilər ki, biri dedi ki, xəbərim var, bizim binada yük liftini açmırlar ki, 1-2 manat pul ver, lazım olanda açın, belə açmırıq. Nə düşünürlər, nə yeyib içirlər. 16-17 mərtəbəli binalarda 2 dənə lift hələ azdır. O ki, qala açmırlar, biri ilə, cəmaat saatlarla qalır, gözləyir. Bu özümüzdən asılıdır, dostlar, özümüzdən asılıdır, vallahi özümüzdən asılıdır. Mənim əzizlərim, dəyərli izləyicilər, özümüzdən asılıdır. İctimai qınaq lazımdır. İctimai qınaq belə şeylər üçün lazımdır, mənim əzizlərim. Qınamaq lazımdır. Niyə belə olmalıdır? Niyə nəzarət olmamalıdır? Yəni, elə, nə dururuq deyirik ki, dövlət eləsin, özəl binadır. Yeni tikilmiş binadır. Qoy liftivi keyfiyyətdə elə də. Təzə-təzə qoyurlar, qəşəng bəzəkli. Üstündən 2-3 il keçəndən sonra itin gününə qalır. Nə yiyib, nə içirsiniz? Belə rahat olmaq olar? Necə bu insan həyatı ilə necə belə rahat oynaya bilirsiniz? Bilmirəm, var, sizdə bu problemlər varsa yazın, mən də bilim də. Olmaz axı belə. Olmaz. İnsanın həyatı ilə oynamaq olmaz, mənim əzizlərim. Lift o gündə, binaların həyətində çoxunun parkovkası yoxdur, saxlamağa maşın yeri yoxdur. Bu ayrı bir mövzudur, bu barədə ayrı danışacağım. Yer tapmırsan saxlayasın. Binada yanğın falan olsa, yanğın söndürən maşının girməyə yeri yoxdur. Bu bir bəla. Bu bir bəla. Yer tapmırsan. Binada yaşayırsan, çıxıb aparıb harada maşını saxlayırsan. Yaxşı, o heç olmasa eybi yox. Bari lift normal olsun. Bari lift normal olsun. Həyətə girirsən, belə yığışıb maşınlar. Şəhərin bir çox yerlərində, bir çox yeni tikililərdə bu problem. Hərçənd yeni tikili binalar, ümumiyyətlə binanın özünün əhatə elədiyi kvadraturadan, sahədən çox, onun həyətyanı sahəsi olmalıdır. Qaydası budur. Yəni, bina özü nə boyda ərazini əhatə eləyirsə, nə boyda
neçə sotu tutursa, onun məsələn binanın özü tutur 10 sot torpaq. 10 sotdursa 20 sot onun həyəti olmalıdır. Var? İç-içə. Bu ayrı mövzudur. Bu barədə mən danışacağam. İç-içə binalar, parkovkasız binalar, tikəndə binanı düşünmürlər ki, bu binanın parkovkası bu boyda əhaliyə yararlıdır ya yox. Bunlar bir başqa mövzudur. Bu barədə danışacağım. Amma lift bari cəmaat 14, 15, 20, 25-ci mərtəbəsinə rahat qalxsın da. Bəsdirin də. Bəsdirin də. Sizə tapşırılıb iş, öhdəsindən gəlin də. Komendantsan, pulunu alırsan ay-bay, büdcə ayır oradan. Ay-bay sən 1 manat atsan geri o boyda binadan. Hər evdən 1 manat. İli gör nə qədər pul eləyir. Sənə kifayət eləyir ki, o liftlərin keyfiyyətli olsun. Həmişə təmirli olsun. Ustan həmişə baxsın. Yəni, çox əsəbləşmişəm. İnanırsınız dostlar. Düşəndə piyada düşmüşük. Haradasa 13-14 nəfər idi. Yaşlı qoca adam, ahıl adam, qadın xeylalıdır, ayaqları xəstədir. Güclə piyada düşürmüşük. Lift açılmır, qapı açılmır. 2 mərtəbə aşağı düşüb orada minmişik liftə. Bu nə zulümdür verirsiniz cəmaata. Sizi görüm, zulüm günə qalasınız. Əsəbləşdim valla. Nəysə, mənim əzizlərim, çox biraz emosional danışdım. Sizin də belə problemləriniz varsa, ümumiyyətlə gündəlikdə rast gəldiyiniz nəsə varsa yazın, bölüşək, paylaşaq. Yenə deyirəm, burada hərə öz tutduğu peşənin məsuliyyətli olsa o peşədə, o tutduğu işi səhlənkar yanaşmasa, valla belə olmaz. Valla. Mütləqdir ki, bir faciə baş versin. O komendata aparıb verərlər polisə, məhkəməyə tutalar. O düşə, o lift dağılar. Niyə elə olmalıdır? Əvvəlcədən ehtiyatınızı tutun da. Rica edirəm. Olub baxı, görmüşük, təzə tikili binalarda lift qırılıb, xarab olub, faciələr baş verir. Niyə faciə olmalıdır ki? Niyə insan həyatına bu qədər ucuz yanaşmalısınız? Nəysə, mənim əzizlərim, belə problemli liftlər olanda çalışın piyada qalxıb düşəsiniz. Canınıza qıymayın. Çünki can hər şeydən önəmlidir. Hələlik.